Salam əziz dostlar, canlı yayımız başlayır. Babat debatdasınız, mən Kamran Həsənli və qonağımızla birbaşa canlı yayım, onlayn bağlantımız olacaq Türkiyə ilə, Ankara şəhəri ilə. Amma Ankara ilə bağlantıdan əvvəl ənənəvi müraciətimizi bilirsiniz. Press klub burada həqiqətlər söylənilir və press kluba abunə olun. Əziz dostlar, qardaşlar, bacılar, xanımlar, bəylər. Burada faktlar, argumentlər söyləməklə yanaşı like işarəsi də tıklanmağı rica edilir. Çünki bu işarəni tıklayırsınızsa bizə bir nəfər 10 nəfəri dəvətləyəcək proqramımıza. Hansı şəhərdən, hansı ölkədən baxırsınızsa mütləq qeyd edin, mütləq. Biz onu oxuyuruq, mən kommentlərə cavab da yazmağa çalışıram. Bacardıqca bugünkü qonağımız isə Ankaradan bağlantıda olan Profesör Xaləddin bəy İbrahimli. Xaləddin bəy, xoş gördük sizi. Hoş gördük Kamran bəy. Xaləddin bəy, biz həmişə yaxın şərqdən danışırıq daha çox. Bilmirəm, bəlkə də siz Ankarada oturmuşsunuz. Belə ərazi yaxınlığı var ona görə, amma mən bütün dünyadan təbii ki sizlə müzakirə eləmək daha maraqlı olardı. Amma bugün gəlin başlayaq Ukraynanın bu Peterburqda, Leningrad vilayətində vurduğu zərbələrdən başlamaq istəyirəm proqramımızı. Çünki biz 5 ildir, son hardasa 2 ildir görürük ki Ukrayna bacarır, silahlar istehsal edir, Rusiyanın istənilən bölgəsini vurmağı, hətta uzaq bölgələrini vurmağı bacarır, amma bu zərbə məncə onlardan fərqlidir. Siz öz fikrinizi söyləyəcəksiniz. Mənə elə gəlir ki, fərqlidir. Çünki bu neftin qiymətinin qalxdığı dövrdə Rusiyanın Baltik dənizindən neft çıxardıb müharibəyə çoxlu pul gətirəsi məqamında oradakı limanlar və indi biz bir dəqiqə oturmuşuq, 20 dəqiqə əvvəl bir də vurdular. Bu dəfə deyəsən raketlə vurdular. Yanğın söndürə bilməmişlər onsuz da yanğını. İndi daha böyük alovlanma baş verir orada. Doğrudan önəmlidir bu zərbələr və Ukrayna bu zərbələri necə, nə ilə vurur? Hazırki savaş istər Ukrayna-Rusiya savaşı, istər ABD-İsrail-İran savaşı daha çox enerjiyə indekslənibdir və tərəflər bir-birini elə bil ki, bu enerji sektorunda daha çox sınağa çəkmək istəyir. Ukrayna fürsətdən istifadə edib Rusiyanın enerji ixracına maksimum dərəcədə zərbə indirmək istəyir. Çünki o bilir ki, onun əsas gəlir qaynağı neft və doğal qazdır. Qara dənizdə də bir Türkiyəyə aid bir tanker vurdular. Sierra Leone bayraqlı neft daşıyan gəmi idi. Peterburqa endirilən zərbələrdə iki cəhətdən maraq doğurur. Birinci, onların Flamingo deyilən dəsən raketləri var. Hətta mən bugün bir məlumat oxudum, səhv eləmirəmsə də Avropa Birliyinin rəsmi açıqlaması idi ki, artıq bu HIMARS raketlərinin Ukraynaya verilməsinə ehtiyac qalmadı. Çünki Ukrayna özü o qədər güclü silahlar istehsal eləməyə başladı ki, hətta HIMARS-dən də güclü silahlar istehsal eləməyə başladı. Xaləddin bəy, Merz, Almaniyanın başbakanı, kansleri çıxış edib və deyib ki, bizim Taurusların daha ora verilməyə də ehtiyac var. Taurusların, mən HIMARS-dən. Eyni şeydir, mahiyyətcə eyni şeydir. Dövlət başçısı bu söz deyir. Deməli, bu onu göstərir ki, gerçəkdən də Ukraynanın hərbi potensialı var. İkinci məsələ də ondan ibarətdir ki, Ukrayna Rusiyanın neft və qaz sataraq öz gücünü artırmasını və büdcəsini doldurmasını istəmir. Buna mane olmağa çalışır. Mənə elə gəlir ki, Peterburq tərəfə bu Baltik yoluna zərbənin əsas məsələsi Rusiyanın enerji ixracını bloklamaqdır. Vurublar və məncə də bloklayıblar, çünki oradan çox böyük belə alov dilləri çıxır, o göyə gelir, yüksəlir. Hətta bu gün, yəni 2 saat bundan əvvəl vurduqları zərbədə belə o atom nüvə silahından alınan bu göbələk xarakterli belə mənzərə də var. Onu ruslar çəkirlər, qoyurlar internetə. Amma burada Ukraynanın olduqca önəmli və güclü oyunçuya çevrilməsi göz önündədir. Ukraynanın nəinki öz oikumenasında, yəni öz regionunda, Avropa, bütün dünyada gücə çevrilməsi göz önündədir və Zelenskinin də çox uğurlu, olduqca bacarıqlı siyasətçi olması da yenə də bu faktdır. Zelenski Saudi Ərəbistanındadır və Saudi Ərəbistan, bu fantastikadır sadəcə, mənə görə fantastikadır.
müharibə gedən ölkənin dövlət başçısı gəlib Saudi Ərəbistanına və Saudi Ərəbistanla müqaviləyə qol çəkiblər ki, Saudi Ərəbistanın havasının qoruması bundan sonra Ukrayna edəcək. Müharibə eləyə-eləyə özündən 6000 kilometr kənarda olan güclü, qüdrətli, ən qüdrətli ərəb dövlətinin havasını qorumaq, bu demək ki, ölkəyə pul gətirəcək, milyardlarla pul gətirəcək. Belə fərziyyə də deyə bilərik ki, gələcəkdə əgər belə gedirsə, ərəb ölkələri pulludurlar, hamısının İrandan qorxusu var, ona görə Zelenski ilə belə yaxınlıq eləyirlər. Deyəsən, Ukraynanın Amerikadan gələn pula da ehtiyacı olmayacaq, çünki ərəb ölkələri o pulu verə bilərlər. Mən doğru mu fərziyyə deyirəm və bu önəmlidir həmən bu müqavilə, Saudi Ərəbistana bağlı müqavilə? Əlbəttə, əlbəttə bu Ukrayna praktikada İran dronlarından savaşı mükəmməl şəkildə öyrəndi, mənimsədi. Və İsrail Amerikanın da bu savaşı, İranla savaşı onu göstərdi ki, İsrail və Amerika nə özünü, nə də müttəfiqlərini bu İran dronlarına tam olaraq mükəmməl şəkildə qoruya bilmir və bu dronlar müttəfiqlərin əsasən də Körfəz ölkələrinin neft rezervuarlarına, rafinalara, ondan sonra networklara, yəni paylayıcı şəbəkələrə zərbə vurur. Bu da əlavə olaraq Hörmüzdən əlavə, Hörmüz krizindən əlavə, dünyada onsuz da Hörmüz krizi bir böhran yaradıbdır. Bu Küveytin, Səudiyyənin, ondan sonra Qətərin rafinalarının vurulması əlavə kriz yaradır və enerji krizini dünyada daha da şiddətləndirir. Ona görə də Ukraynaya bunların ehtiyacı yarandı. Ukrayna artıq bu ölkələri ən çox da Səudiyyə Ərəbistanlı, çünki ən çox neft ehtiyatı oradadır, Səudiyyə Ərəbistanlı, ondan sonra Küveyti və Qətarı qorumaq məsələsində onlara yəqin ki, instruktaj keçəcəkdir, mütəxəssislər hazırlanmasına yardım eləyəcək ki, və hal-hazırda mən inanıram ki, Ukraynanın orada mütəxəssisləri var və bu mütəxəssislər çalışır. Həm havadan müdafiəni artırırlar, o qabiliyyəti artırırlar. Eyni zamanda da praktiki olaraq alanda, yəni sahədə mütəxəssislər hazırlayırlar, yerli mütəxəssislər hazırlayırlar. Əlbəttə, Ukraynanın da neftə və qaza ehtiyacı var. Onun yanında Ukraynanın da paraya, pula ehtiyacı var. Hansı ki, Avropa Birliği bugün açıq dediyində onlara silah yox, biz daha çox pul verməliyik ki, onlar özlərini müdafiə eləsin. Ukrayna gerçəkdən bir tarix yazdı. O Trump doğru deyir, dastan yazacağıq biz filan, amma o dastanı, qəhrəmanlıq dastanını gerçəkdən Ukrayna yazdı. Nəinki məğlub olmadı, hətta Rusiyanın məğlub ola biləcəyi gerçəkliyini ortaya qoydu. Rusiyanın tam məğlub ola biləcəyi gerçəkliyini. Faktiki olaraq Rusiya bir şey eləyə bilmir. Əgər əlinə o nüvə düyməsini atmasa, Ukraynaya bundan sonra da bir şey eləyə bilməyəcəkdir. Hər kəs də məncə başa düşüb ki, Rusiyanın içindəkilər də başa düşüblər ki, bir şey eləyə bilməyəcək və biz isə 4 il bundan əvvəl, 5-ci il gedir və buradan yana etmişdik ki, onlar bilmirlər kimə hələ əl uzadıblar və Rusiya vurulacaq da, məğlub da olacaq. Düzdür, o vaxtı bəzi burada səs-küy salan taxtabaş zümrələri var idi. İndi çoxları azalıblar, amma indi digər zümrələr burada, o İranın uzantıları burada başlayıblar biraz qaynamağa. Mənə elə gəlir ki, Azərbaycanın da Ukraynanın həmən bu təcrübəsinə böyük ehtiyacı var və biz də dəvət eləmişik. Düzdür, biz indi Saudi Ərəbistanı qədər çox təhlükə altında deyil, amma biz də təhlükə altındayıq və o İrandan gələn 3 dronun gəlib Naxçıvana düşməsi onu sübut elədi ki, bizim də o dronlara qarşı hələ ki, çünki bizim müharibəmiz hücum müharibəsi idi. Ermənilərlə, ruslarla olan müharibəmiz və bizim dronlar hücum dronları idi. Biz havanı erməni və rus dronlarını qorumurduq. İndi isə situasiya dəyişilib. Situasiya saat dəyişilir. Nəyə ki, indi dəyişilib və biz sübut olundu ki, bu bizə bir işarədir. O dronların gəlib keçməsi, biz o dronları vura bilmədik. Yəni, indi Ukraynanın təcrübəsi və ixtisasçıları burada, peşəkarları çox önəmlidir.
Burada siz tamamıyla o Dastan meselesinde doğru söylediniz ama bu İran'ın Dastan meselesi geleceği. Amerika, İsrail hücumlarca o Hark adasına da hamısı geleceği, o Hörmüz keçidinə də gələcək təbii ki. Amma mən ondan əvvəl ətrafda baş verən önəmli hadisələri, hansı ki çox da müzakirə olunmur, istəyirəm onları sizinlə müzakirə edək və artıq ikisini biz qısaca müzakirə edək. Bir məqam da baş verdi. Ərəb ölkələri, Türkiyə, Azərbaycan, məncə Pakistan da deyəsən oradaydı. Pakistan birlikdə Xarici İşlər Nazirləri deyəsən görüşər, rəsmiləri görüşdülər. Bu görüş barəsində bizə xəbər verin və bu görüşün nəticəsi nə ola bilər? Onu da biz öyrənərdik sizin bugün şərhinizdən. Bu görüş əsasən Körfəz ölkələrindən oldu. Türkiyənin təşəbbüsü ilə oldu. Türkiyə bu müharibədə belə deyək də çox ciddi şəkildə arabuluculuq eləyir. Misir və Pakistanla bir yerdə. Türkiyənin mövqeyi bundan ibarətdir ki, İsrailin və Amerikanın əsas niyyəti müsəlman dünyasını parçalamaqdır. Həm regional mənada parçalamaqdır, həm də ideoloji mənada parçalamaqdır. Ona görə də Türkiyə tövsiyə edir ki, həm öz içərisinə, həm də Körfəz ölkələrinə tövsiyə edir ki, məzhəb zəminində düşmənçiliyi tamamən yaddan çıxardı. Ümumiyyətlə məzhəbi yaddan çıxardı. Bu çox təhlükəli bir yerə gətirər. İslam dünyasını aşırı bir böhranla üzləşdirə bilər. İkinci tövsiyə ondan ibarətdir ki, doğrudur, İran vurur. İran daha çox oradakı Amerika hərbi bazalarını vurmağa çalışır. Hətta Türkiyəyə də attı bir neçə raket. Amma bu sərt qarşı reaksiyalara maksimum dərəcədə gətirməməlidir. Biz də Pakistan, Misir və Türkiyə olaraq çalışacağız ki, İran Körfəz ölkələrinə daha az zərbə endirməyə çalışsın. Amma məsələ burasındadır ki, İran Körfəz ölkələrinə ABD və İsrail ona saldıranda o da Körfəz ölkələrinə saldırır və dediyimiz kimi daha çox neft və qaz ehtiyatlarına saldırır ki, dünya bu böhranla üzləşsin və dünyanın Amerikaya təzyiqi artsın ki, Amerika bu müharibəni dayandırsın. Əsas faktor burada neft və qaz faktorudur. Əsas faktor da neft faktorudur. Buna baxmayaraq, bu Körfəz toplantısındakı o Türkiyənin missiyasına baxmayaraq, hal-hazırda demək olar ki, Körfəz ölkələri mütəmadi olaraq vurulur və bu Körfəz ölkələrində narazılığa gətirib çıxarır. Həm toplumun narahatçılığına gətirib çıxarır, həm də dövlətlərin yönetiminin narazılığına gətirib çıxarır və onlar İranı get-gedə daha çox qəzəb hiss eləyirlər. Türkiyə də bunu hiss eləyir və Türkiyə də bundan qorxur ki, bu Körfəz ölkələri ilə İran arasında hansısa da yeni bir çatışmanın yaranmasına gətirib çıxarar və bu savaş daha böyük regional bir savaşa dönüşə bilər və o regional savaşdan sonra da bir dünya savaşına çevrilə bilər. Türkiyə bu savaşın böyüməsinin qarşısını almağa çalışır. Amma o birisi tərəfdə də bir məsələ var ki, incə onu Ukrayna ilə bağlı toxunduq. Burada Türkiyə faktorunu da unutmaq olmaz ki, əgər bu müharibə bu gün dayansa, indiki şəraitlə, indiki şərtlərlə dayansa, bunun anlamı odur ki, artıq Körfəz ölkələri öz güvənliklərini, təhlükəsizliklərini ABD-yə və İsrailə bağlamayacaqlar. Kimə bağlayacaqlar? Təbii ki, Türkiyəyə bağlayacaqlar. Çünki regionun hegemon dövləti, regionun ən güclü dövləti Türkiyədir. Və əlbəttə ki, Ukraynaya ehtiyac olsa, Ukrayna da bu blokun içərisində olacaq. Ukrayna da burada olacaq. Çünki Ukraynanın burada olmasını istəməyən demək olar ki, heç kim yoxdur. Nə Körfəz ölkələri ona qarşı deyil, nə Türkiyə ona qarşı deyil. Ona görə də Ukraynada
belə bir təhlükəsizlik modeli yaranarsa da, Ukrayna da o modelin memarlarından biri olar, əsas aktorlarından biri ola bilər. Körfəz missiyası mənə elə gəlir ki, belə deyək, alınmadı desək biraz sərt olar. Yəni tam istədiyi sonuca varmadı. Tam istənilən sonuca varmadı. Bunun da əsas səbəbkarı İrandır ki, İran əl çəkmir. Körfəz ölkələrindən əl çəkmir. Mütəmadi olaraq Qətəri, Küveyti, Səudiyyə Ərəbistanını, eyni zamanda Birləşmiş Ərəb Əmirliyini vurur. Hətta Birləşmiş Ərəb Əmirliyinin hava alanlarını filan da vurur. Burada yenə rafinalar vurur. Ondan sonra amma orada sivil obyektləri də vurur. Küveytdə də sivil obyektləri vurur. Küveyt mən deyim ki, bu ölkələrin içərisində nisbətən Aziya, nisbətən yaxşı qorunan, havadan hücumlardan daha yaxşı qorunan ölkədir. İraq-Küveyt savaşı dönəmində onların müəyyən savaşla bağlı müəyyən təcrübələri var. Amma bu Səudiyyədir, Birləşmiş Ərəb Əmirliyidir, Qətərdir, bunların vəziyyəti yaxşı deyil. Amma Qətərin də indi vəziyyəti yaxşıdır. Çünki Türkiyə orada, Türkiyəni bilirsiniz ki, orada əskəri bazası var, əskəri var Türkiyənin və orada müəyyən təhlükəsizlik tədbirləri görülübdür və indi Qətər demək olar ki, son günlər havadan hücumlara məruz qalır, amma ölkəyə xəsarət yetirilmir. Əslində, bilirsiniz, bax, həmən o təşəbbüslər mənim üçün heyrətamizdir. Siz bir tarixçisiniz, professor. Mən sizinlə bu söhbəti belə ürəklə eləyə bilərəm. Çünki tarixçilər daha yaxşı anlayarlar dediklərimi. Burada o məhsəb aradan qalxsın deyənə Körfəz ölkələrindən görüşün mənim üçün çox komikdir. Çünki bu məhsəb ayrılması çox qədimdir. Və bunu bir sözlə, hansısa bir görüşlə, Çin ümumiyyətlə, yadınızdadırsa, İranla Səudiyyə Ərəbistanı bir masaya oturdurub barışdırdı. Yəni, həmən Konfutsiyan Çin, Sünni ilə Şiə, mümkünsüz bir şeydir. Bunun tarixi çox qədimdir və bu şiəlik, sünnilik məsələsi deyil, bu Fars-Ərəb savaşıdır. Bunu açıq demək lazımdır, amma biz açıq deyəndə də İran istəmir onu açıq söyləsin. Çünki hər Abbasilər dövründən gələn bir bəladır bu. Hələ Şah İsmail tərəfə gələn bir, orada da əhatəyə almışdılar o. Yəni, bu gün anlamaq lazımdır ki, İran məğlub olursa, Şiə-Sünni məsələsi bitir. Və Şiə ilə Sünni qucaqlaşıb ki, müsəlman bir-birini öpəcəklə biz niyə vuruşurduq ki, indiyə kimi? Onu tətikləyən İrandır da, bu məsələ. Tətikləyən İrandır, bəli. Amma İran da Sünni Şiə məzhəbinə görə deyil, Fars şovinizmi, o dövrə tupika gedib giriblər, özlərini Şiə adlandırıblar və indi istəyirlər ki, təbii ki, mən Farsların içindəki o xisləti anlayıram. Nə üçün? Hansı xisləti anlayıram? Çünki o ərəblər vaxtı ilə gəlib onların əlifbasını, peyğəmbərini, dinini, mədəniyyətini, arxitekturasını, hamısını ləğv eləyiblər və orada xilafət yaradıblar. İndi Farslar ondan intiqam almaq istəyiblər, amma müsəlman olandan sonra tez o şiəlik belə təriqəti ilə özlərini ərəblərdən ayırıblar. Amma özlərinə Fars deyə bilmirlər. Yəni özlərinə o Səsanilərin, Əhmənilərə istinad edə bilmirlər. İmam Hüseynə istinad edirlər və o tupik belə bir qan gölü əmələ gətirib neçə yüz illərdir, bəlkə də min illərdən çoxdur burada. Ona görə Türkiyənin məncə bu işdə çabası, Çinin çabası və digərlərin çabası boşdur bu məhsəb məsələsi. Ancaq İranın bitməsi ilə bitə bilər. Taftologiyada olsa, İran yoxdursa, Sünni-Şiə məsələsi əbədi müsəlman dünyasında bitəcəkdir. Bu bir. İkincisi, bu təkcə Körfəz ölkələri üçün təhdid deyil. Bu ən böyük təhdid Türk dünyası üçündür. Çünki o ölkədə 30 milyon, 40 milyon türk yaşayır, yəni İranda. Çünki İran rejimi və mən açığı deyim sizə, Amerika, həm də Qərb əla başa düşür ki, əgər burada İran rejimi gedirsə, Türk dövləti yaranacaq, yəni Güney Azərbaycan dövləti yaranır. Quzey Azərbaycanda o varsa və Türkiyədə varsa, bu artıq 140 milyonluq türk konqlomeratıdır. Və bu artıq 1000 ildə əlimizdən çıxan bütün sərvətlərin sahiblənməsi və bütün yollara sahiblənməyimizə gətirib çıxardır. Bundan sonra bu ekumenada nə Körfəz ölkələri, nə hansısa İran qalacaq, bilməm nə qalacaq orada, nə də hansı ölkə güc
belə mərkəzi ola bilməz. Biz güc mərkəzinə çevrilirik. Türkiyə isə xaba çevrilir. Çünki bütün yollar gəlib ora dirənəcək, oradan Avropaya keçəcək və digər energetik yollarda, borular da filanlar da hamısı. Və bu məqamda təbii ki, Türkiyənin o Körfəz ölkələrinə və Azərbaycan da orada idi görüşməsinin siz dediyiniz ikinci tərəfi çox önəmlidir. Çünki İran təhdiddir. Və mən qorxduğum məqam budur. Bax, indi gəlin Körfəz məsələsini müzakirə eləyək. Mənə elə gəlir ki, hər halda, səhv eləyə bilərəm, bəlkə də səhv eləyirəm. Amerika öz tarixi ənənəsinə uyğun olaraq İranı bombalayıb, gücdən salıb, sonra bir qalibiyyət elan edəcək, Vyetnamdakı kimi, və oradan çıxıb gedəcək. Trump orada nə olacaq, Amerikada bu onların öz işidir. Və İranın indi Trump'a deməsi ki, bura əgər quru əməliyyata başlasam, mən Bəhreynə, bilməm, harasa hücum eləyəcəm, bu ona bənzəyir ki, Amerika desin ki, İrana, əgər bizə hücum eləsəz, biz Meksikaya hücum eləyəcəyik. Əgər bizə hücum eləsəz, biz burada, məsələn, qonşu ölkələrdə hansınsa Kolumbiyanı vuracağıq. Vurursan, vur da onu İrana nə? Amma Amerika elə o xeyir eləyir. Çünki o Bəhreynə hücum eləsin. Və Amerika çəkiləndən sonra orada mən əminəm ki, Trump deyəcək ki, biz işimizi gördük. Əgər ərəb ölkələrin problemi varsa, əgər Türkiyənin problemi varsa, bizim də adımız çəkilə bilər orada. Özləri əl eləsinlər. Necə Avropa deyir. Və onda bura qan gölünə çevrilə bilər. Doğrudan da burada böyük savaş başlaya bilər. Amerika artıq kimin tərəfində olacaq? Biz əksinə ölkələr Ukraynaya möhtac olacaqlar ki, onlar Ukrayna gəlsin, yardımcı olsun. Və sizcə bu fərziyyənin belə söylənməyə hansısa belə ixtiyarı varmı? Yoxsa bu məncə elə belə mən nağıl danışıram. Çünki Amerikan tarixini bildiyimə görə deyirəm ki, onlar belə şeylərdə ustadırlar. Yox, əlbəttə ki, hər bir fikir, hər bir fərziyyə müzakirəyə layiqdir, diqqətə layiqdir. Sizin düşüncəniz də əlbəttə ki, müzakirəyə layiqdir. Burada məsələ burasındadır ki, Hürmüz faktoru çox ciddi bir faktordur. Amerika Rusiya-Ukrayna savaşını təsadüfən durdurmağa çalışmırdı. Çox çalışdı, amma durdura bilmədi. Rusiya bunu hiss eləyirdi. Ola bilsin ki, məlumatı var idi ki, İsraillə bir yerdə İrana saldıracaqlar. Və Venezuelanı ola bilsin ki, bilirdi, Venezuelaya saldıracaqlar və Rusiya tam sülh istədi. Ateşkəs istəmədi. Baxın, eyni şeyi İran da hal-hazırda istəyir. Yəni, mənim şərtlərim tam şəkildə yerinə yetirilsə, o zaman müharibə dura bilər. ABD buna da razı idi və Ukraynanı bu biabırçı sülhə zorlayırdı. Trump istəyirdi ki, nəyin bahasına olursa olsun, Rusiya-Ukrayna savaşını dayandırsın ki, daha rahat Venezuela və İran məsələsini həll eləsin. Çünki bunun planında Venezuela və İran məsələsi var idi ki, bu da neft faktoruna görə bağlıdır. Neft faktoruna bağlıdır. Venezuela da, İran da Çini gücləndirən əsas ölkələrdəndir. Çinin əlini gücləndirir. Çin bilirsiniz ki, enerjiyə çox ciddi şəkildə möhtac olan dövlətdir və onun enerji ambarı da Venezuela və İrandır. Venezuelanı oradan qopardı. Hal-hazırda onu da deyim ki, haşiyə çıxıb deyib ki, Amerikanın Venezuela bir arada dünyaya neft satma imkanı olduğuna görə bu enerji krizi Amerika üçün bir avantajdır. Təbii, Amerika. Bütün bu Hörmüz boğazının bağlanması əsas Amerika xəritədir. Bəli, o kriz yaratmır. Rusiya üçün də avantajdır. Rusiya əgər neftini sata bilsə, əlbəttə ki, Rusiya üçün də avantajdır. Amma ən böyük avantaj Amerika və deməli, Venezuelanın bir yerdə dünya bazarına neft satışıdır. Venezuela da qazanacaq burada. Şimdi burada məsələ burasındadır ki, İran savaşı Hörmüz düyününə bağlıdır. Bunu indi çox analitiklər deyir ki, Hörmüz krizinin devrəyə girəcəyini
Pentagon və ya Amerika siyasiləri əvvəlcədən bilmirdilər, bunu hesablamadılar. İranda müəyyən məsələlər var ki, onu hesablamadılar filan. Əlbəttə ki, bunlar real istinadı olmayan məsələlərdir. Süveyş krizini xatırlayın. 1956-cı ildə Süveyş krizi ortaya çıxdı. Misir birdən-birə dedi ki, mən Süveyşi milliləşdirirəm və İngiltərə buradan çəkilsin, geçsin. İngiltərə çəkilmək istəmədi. Arada bir qısa müddətli savaş başladı və Amerika gördü ki, soyuq müharibənin içində olan Amerika gördü ki, Ərəb ölkələri, hansı ki bu böyük yanacaq resurslarına sahibdir, enerji resurslarına sahibdir. Ərəb ölkələri başda Misir olmaqla Sovetlərə tərəf meyl eləyir. Sovetlərlə gizli danışıqlara başlayır və bu Amerikanı qorxutdu. Əgər Süveyş krizini Amerika durdurmasa, Sovetlər rahatca Misiri də kommunistləşdirə bilərdi və Orta Doğuya girə bilərdi. Hansı ki, onun elə bir riski vardı. Hətta Məmməd Əmin Rəsulzadə də yazdı ki, Misirin kommunistləşdirilməsinə az qalıbdı. Hələ o vaxtı, deməli, bu məsələ var idi. Ona görə də Süveyş krizi bir Amerika üçün bir dərs oldu. Nə dərs oldu? İngiltərə Süveyşi tərk edəndən sonra bir ada dövlətinə çevrildi. İngiltərə faktiki olaraq 1956-dan sonra bir ada dövlətinə çevrildi. Əgər Amerika niyyəti Hörmüzü kontrol altına almaqdır. Əgər Amerika Hörmüzü kontrol altına ala bilməsə, heç şübhəsiz Hörmüzün çox strateji bir məkandır Hörmüz. Daha doğrusu iki strateji məkan var. Sağ tərəfdə, sol tərəfdə. Bir Bab-el-Məndəd boğazıdır, Qızıl dəniz və Süveyş kanalı. O birisi də o keçiddir. O Avropa ilə Asiya arasında ən strateji keçiddir. Dünyanın bir nömrəli strateji keçididir. Amma bu, deməli, dünyanı yanacaqla, enerji ilə təmin edən bir boğazdır. Dar bir boğazdır. Bu, deməli, ikisinin də kontrolu Amerikanın əlində olsa, o zaman deməli, Amerika Çinlə məsələsini demək olar ki, orta hesabla həll eləmiş olur. Çünki Amerikanın təməl niyyəti Çini sarsıtmaqdır, Çini blok eləməkdir. Ona görə də bu savaş Hörmüz boğazının üstündə gedən bir savaşdır. İndi bu boğaza sahib ola biləcəkmi? Sahib olma ehtimalı çox deyil. Mən onu deyim ki, çünki İran maraqlı bir taktika, gözlənilməyən şeylər var. Gözlənilməyən şeylər odur ki, İran maraqlı bir taktika tətbiq eləməyə başladı. Bu maraqlı taktika ondan ibarətdir ki, İran birinci müharibədən də nəticə çıxarmışdı. Uzun zamandır bu müharibəyə hazırlaşırdı. O bir gerçəklikdir. Onun silah arsenalı bunu bir daha sübut edir ki, bunlar elə İran-İraq müharibəsindən həmən sonra 1990-lardan başlayaraq aşağı-yuxarı 40 ilə yaxındır ki, bu savaşa hazırlanırlar. Dağları, dəliflər, altında tunellər var, altında laboratoriyalar var, fabriklər var, emalatxanalar var və füze sayısından bağlı, füze çeşidindən bağlı ola bilsin ki, Pentagonun, CIA-nin və Mossadın əlindəki məlumatlar tam dəqiq məlumatlar olmuşdu. İndi İranın get-gedə yeni füzelərdən istifadə eləməsi və o çeşidləri nümayiş elətdirməsi və bu çeşidli füzelerin İsraili sarsıtması onu göstərir ki, bu məlumatlar axıra qədər dəqiq məlumatlar olmuşdu. Bu İranın sürprizidir və İranın avantajıdır. Təbii ki, dron da bunun yanında. İkinci İranın maraqlı taktikası odur ki, İran bütün coğrafya böyükdür. Bilirsiniz ki, ərazi böyüdükcə təhlükəsizlik azalır. Ərazi
kiçildikcə təhlükəsizlik artır. Məsələn, İsrail kiçik bir ərazidir. İsrailin təhlükəsizliyi təhdid edən birinci faktor onun ərazisidir, ərazisinin kiçik olmasıdır. İranın əksinə avantajı ərazisinin böyük olmasıdır və bu kiçik bloklar şəklində bu həm füzələrini, həm ordusunu bütün İran coğrafiyasına yayıbdır. Görünən odur ki, bütün İran coğrafiyasında hər yerdə, İranın hər yerində bunun füze stokları da var və bölük-bölük əsgərləri var. İndi istər Sepah olsun, istər Bəsic olsun, istər ordu olsun, o İranın hər yerinə paylanıbdır və ona görə də ona görə də bunun yerini vururlar, ardıcıl vururlar. Təbii ki, dağıdırlar da, amma yerini sona qədər müəyyən edə bilmirlər, çünki İran coğrafiyası böyükdür. Və savaş belə davam eləsə doğrudur. Tramp deyir ki, bunların stoku azaldı, füzelər tükəndi. Ola bilsin ki, füzeləri azalıbdır. Amma bunun haqqında bizdə məlumat yoxdur. İranın ən zəif yeri də odur ki, onun siyasi elitasını, əskəri elitasını İsrail və Amerika bir yerdə ortadan qaldırır. İndiyənə qədər bunu sanki görməzdən gəlirdilər. Sanki bu faktorun İran müharibəsinə heç bir təsir yoxmuş kimi davranırdılar. Amma dünən artıq açıq şəkildə dilə gəldilər və dedilər ki, sui-qəsd məsələsini ortadan qaldırın, sui-qəsd məsələsini yığışdırın. Danışıqlarda bir şərt kimi bunu qoydular. İstər-istəməz bu həm siyasəti zəiflədir, həm də mövcud rabitəni, liderlər arasında mövcud rabitəni ortadan qaldırır. İndi mən bilmirəm, məsələn, indi Hörmüz boğazından Tehranın arasında bəlkə də bir 1000 kilometrə qədər məsafə var. Məsələn, Bəndər Abbasla, ondan sonra bu şəhərlə. Orada çox ciddi əməliyyatlar o tərəfdə gedir. Eyni zamanda siyasi mərkəzi də Tehrandır. Nə cür əlaqə saxlayırlar? Heç şübhəsiz telefonla əlaqə saxlaya bilmirlər. Telefonla əlaqə saxlanan kimi vururlar. İndi bu əlaqə məsələsi çox önəmli məsələdir. Xatırlayırsansa da Ruslar Xəttabı həmən o əlaqə mexanizmini öyrəndilər, öldürdülər. Xəttab heç kimlə telefonla əlaqə saxlamırdı, ancaq məktubla əlaqə saxlayırdı. Ona görə də zəhərli məktub göndərdilər və o açanda zəhərləndi, öldü. Bu Svyaznoy deyir ruslar. O Svyaznoyu tapmaq çox önəmli məsələdir. İndi nə cür əlaqə saxlayır? Bəzən deyirlər ki, məsələn, Azərbaycana raket atdıq, dron atdıq, adı nədir, İrana, Türkiyəyə atdıq, o birisi deyir, biz atmadıq, İsrail atdı, deyir, Sepah deyir, yox, biz atdıq filan. Bu normal bir şeydir, çünki siyasi elita məhv olduğuna görə bunların arasında koordinasiya da məhv olubdur. İndi belə bir şəraitdə əsas məsələ ona qayıdaq ki, Hörmüz boğazına əgər Amerika kontrol eləsə, İrandan istədiyini alacaqdır. İranda rejimi də dəyişdirə biləcəkdir, rejim də dəyişəcəkdir. İran çox pis vəziyyətə düşəcək, İran Amerikanın kontroluna keçəcək, Körfəz ölkələri üçün təhlükə ortadan qalxacaq. Ona görə Səudiyyə deyir ki, durmayın, hələ davam edin, vurun. Çünki indiki şəraitdə dayanma bu İranın xeyrinədir. İran buradan nə qədər Amerika təbliğat aparsa da psixoloji cəhətdən qalib kimi ayrılacaqdır. Çünki dağıtdığı infrastruktur falan elədi, amma nə Hörmüzə kontrol eləyə bildi, nə də rejimi ortadan qaldıra bildi. Və belə bir şəraitdə əlbəttə ki, bu müharibənin hələ ki durmasını mən gözləmirəm. Doğrudur, Amerika vaxt veribdi. Amerikanın vaxt verməsi o deyən söz deyil ki, bu müharibə duracaqdır. İran da ciddi qarantiyalar istəyir. O qarantiyalar bir daha bizə hücum eləməyəcəksiniz və Hörmüzdən gözünüzü çəkəcəksiniz. Bir də çox böyük təzminat tələb eləyir. Bizə vurduğunuz təzminatı. Bunlar asan məsələlər deyil. Bu şərtləri əgər ala bilsə İran Amerikadan, o deyən sözdür ki,
İran da artıq %100 Amerika və İsrail üzərində Hə, qalib təzminatı gəldi. ancaq qalib ölkə istəyə bilər də, təbii ki. Onun Bəli. üçün də bu absurddur İndi və boş. belə bir şəraitdə Kamran bəy, Azərbaycanın da vəziyyətini bundan sonra təsəvvür edin. Necə ki, İkinci Dünya müharibəsindən sonra Ruslar nə qədər böyük itkilər versə də, çox ağır məhrumiyyətlərə düçar olsalar da, 1945-dən sonra gör nə qədər gücləndi. Avropanın yarısını kontrol altına aldı və o durmadı. Atom silahı adını Nəinki Avropanın yarısını, Kubadan və tutmuş bəli, Angolaya qədər bəli. İndi Amerikanı artıq kontrol bu altında saxlayır. İran da heç şübhəsiz bu müharibədə bu gün əgər müharibə bitsə, İran bu müharibədən sonra Sovetlər Birliyi 2-ci Dünya müharibəsindən sonra nə idisə də o psixoloji üstünlüklə, o statusla bu müharibədən çıxmış olacaq və o zaman Türkiyədə, Türk Dövlətlər Təşkilatı da, Azərbaycan da və Körfəz ölkələri də çox ağır məhrumiyyətlərlə üzləşəcəkdir. Mən sizə deyim ki, bu tərəfdən İsrail təhlükəsi də var. İsrail də savaşdan güclü çıxsa, növbəti hədəfi bəli Türkiyə ola bilər. O tərəfdən Amerika da güclü çıxsa, onun da təhlükəsi var Türkiyə üçün. Amma İran Mən gümanləmirəm təhlükəsi, onu, heç gümanləmirəm. İran təhlükəsi Amerika, NATO belə Türkiyə. güclüdür. Amerika bilirsiniz, Amerika İsraillə bir yerdə bunlar kafasına qoyublar ki, burada bir Kürt dövləti yaradacaqlar. Bu plandan da bunlar əl çəkmirlər və Hələ biz də kafamızı qoymuşuq ki, orada bir Güney Azərbaycan yaradacağıq da. Hər hansı kafasında bir şey var təbii ki. müttəfiq bir İsrailə bir müttəfiq yaratmaq istəyirlər. Bu bir gerçəklikdir. Amma İsraili demirəm, Amerikanın zəifləməsinin riskləri də var. Amerika zəifləyirsə də o dəngə pozulur, heç şübhəsiz. Bütün dünyada müharibələr o saat başlayacaq. Rusiya güclənir və Çin güclənir. Məsələnin o tərəfi də var. O avtorəqs qanunu deyirlər. Pişik çoxalanda sıçan azalır, sıçan çoxalanda pişik azalır. Ona görə də dünyada dəngə deyilən bir şey yoxdur. Hər zaman dəngə uğrunda mübarizə var. Çünki dəngə stabillikdir, dəngədə inkişaf yoxdur, dəngədə öyrənmə yoxdur, dəngəni də dəyişdirən gücdür. Bir güc gəlir, o birisi biraz da güclənmək üçün nə isə bir şey eləyir. Ondan sonra bu birisini hərəkətə keçirir və dəngə yaratmaq uğrunda mübarizə aparır. Ona görə Amerikanın zəifləməsi əlbəttə ki, təhlükəlidir. Amma İranın da müharibədən güclü çıxması daha təhlükəlidir. İndi bu müharibədə vaxtımız olsa Azərbaycanla bağlı risklər və avantajlar məsələsi var. Onu da müzakirə edə bilərik. Azərbaycan nələr gözləyir və s. Təbii onu müzakirə edəcəyik. Elə sonsuz da siz təsvir elədiyiniz bu mənzərə, daha doğrusu təhlil elədiyiniz bu mənzərə elə çıxarı Azərbaycan və İran qalib çıxarsa Azərbaycana böyük təhlükədir. Bu 100-ə 100-dür. Çünki Amerika onsuz Azərbaycanla indi münasibəti çox yaxşıdır, əladır. Trump yolu, Qızıl Açar filan hər şey yerindədir. Üstəlik də Amerika yer kürəsinin o birisi tərəfindədir. Amma İran burada güclənirsə, ən böyük təhdid ərəb ölkələrində deyil, ən böyük təhdid Türkiyənin Azərbaycan üçündür. Ən böyük təhdid. Çünki bu tarixi faktdır və onların İran üçün ərəb ölkələrinin güclənməsi açıq danışmaq lazımdır. Qorxulu deyil. Ərəb ölkələri varlanıblar. Deyil, onsuz həmişə İran acından bu günlərin hansı haldadır, amma ərəb ölkələri həmişə varlıdırlar. İran üçün ən böyük qorxu Azərbaycanın güclənməsidir. Türkiyənin güclənməsidir. Çünki Çinin böyük faizi türklərdir və ondan başqa da tarixən düşmənlik yeridiblər bizə. Mən bir əhvalatı istəyirəm danışım. Yəni, çünki bu iş bitəndən sonra təbii ki, Amerikanın qalibiyyəti ilə, İsrailin qalibiyyəti ilə bitirsə, bu bizə xeyirdir. Amma yarımçıq qoyub gedərsə, bax, onda mən istəyirəm bu məqamı biz əsas müzakirə eləyək. Çünki bir əhvalatı danışacağım sizə. Bir Rus instruktoru o vaxt Misrə, deyilsə Misir kommunistləşirdi, ərəb ölkələri kommunistləşirdilər. O dövrdə Xruşovun dövrüdür. Xruşov sərəncam verir ki, yüzlərlə təyyarə verilsin Misrə, İsraillə qarşı-qarşı durma. Baxmayaraq ki, İsrailin elə əvvəli də
Rusiyaya çox yaxın idi. Onlar da az qalmışlar kommunistləşdirsinlər. Kibutslar, kolxozlar filanlar tikildilər. Sonra başa düşdülər, ayıldılar ki, deyəsən bir səhv eləmişik. Amma Misir də sonra ayıldı. Amma o ayılmayan dövründən danışıram. Yəni deyir ki, təyyarələri vermişlər Misirə. O vaxtı da Rusların təyyarələri Amerikan təyyarələrindən hətta üstün idi. Hətta üstün idi. İndi zəiflər. O vaxt F-35'lər o vaxt yox idi. B-22'lər filanlar, B-2'lər filanlar yox idi. Yəni əla təyyarələrdir, yüzlərlə təyyarələr. Amma bu təyyarəni Rus sürməyəcək ki, orada öz pilotları olmalıdır, ərəb pilotları olmalıdır. Və ərəbləri gətirirlər Moskvaya. O həmən instruktor başlayır onlara o təyyarənin texnologiyasını öyrənməyə. O çətin bir texnoloji bir icaddır. Ərəblər ömründə onu görməyiblər. Özləri ömründə təyyarə, heç mülki təyyarə istehsal edə bilirlər. Amma yəni həmən o ərəblər həmən instruktor deyir ki, gələn ərəblərin çoxu varlı uşaqlar, hamısı varlı uşaqlar idi deyir. O Misirin deyir varlı ailələri Moskvaya, o pilot, onlar xoşlayırlar pilot olmağa, amma ağıllarına gəlmirdi ki, bu hərbi təyyarədir, bunu savaşmaq üçün burada pilotu öyrənirlər. Və deyir, mən dərs deyirdim o ərəb pilotlarına, sinifdə hardasa, mənim sinifimdə deyir 60 nəfər adam var idi və bu 60 nəfər adam ancaq bir sualı mənə verirdilər ki, o panelin üzərində katapult düyməsi hardadır? Mən də deyir, onlara baş salırdım ki, bu tarixi fakt özü danışır. Deyir, mən də onlara baş salırdım ki, bu katapult düyməsi ancaq ya təyyarə vurulandan sonra ya da mühərrik dayanandan sonra sizə lazımdır. Bu siz başqa şeyləri öyrənin. Onlar deyir, gözündən hiss edirdim ki, onlar mədələ danış. Yəni də deyir, qulaq asırlar. Mən nə danışırdım, nə orada texnik terminlərdən filərdən istifadə edir, heç başa düşmürdülər, heç sual da vermirdilər. Ancaq o düyməni öyrənən sonra rahatlaşmışlar. Və sonra deyir, Misirlə İsrail üzbəüz qalanda, İsrailin 3 F-15'i qalxdı və 8 Misir təyyarəsi qalxdı. Mənim də Su-25 neysə qalxdı. Deyir, o 8 təyyarədən 6'sı katapultu basmışdı. İkisi isə geri dönüb. Sən demə, Misirlilər Rusiyadan gələn bütün təyyarələri bir aeroportda saxlayırlarmış, bir hava limanında saxlayırlarmış. Başqası yoxmuş da, yəni gələ bir dənəymiş. Orada saxlayırlarmış. O İsrail təyyarələri, o 3 təyyarə, onların arxasıca gəlib Rusların verdiyi bütün təyyarələri məhv elədilər. Xruşov səhər-səhər deyir, hirsindən qapaq rəqs eləyirmiş, saçın zadı filanın yolunmuş ki belə. İndi mən nə üçün bunu danışıram sizə? Çünki mən əminəm, əgər Amerika bu işi yarımçıq qoyub çıxıb gedərsə, heç bir körfəz ölkəsi, onlar ancaq katapult düyməsini axtaracaqlar, 100%. İndi katapult düyməsi kimi Ukrayna'nı tapıblar, Ukrayna o tərəfdədir, Ukrayna kömək eləyər, pul qazanar, amma Ukrayna, bu iş düşəcək bizim üzərimizə. 100% Türkiyənin üzərinə düşəcəyiz. 100%. Mən ona əminəm. Onu danışmaq istəyirdim. Və indi gəlin müzakirə edirik, Azərbaycan o məqamda nə edəcək? Azərbaycan üçün bu müharibənin avantajları da var, riskləri də var, Kamran bəy. Avantajlar ondan ibarətdir ki, Azərbaycan tərəfsiz bir bağlantısızlar qrupundadır, tərəfsiz bir ölkədir və tərəfsizliyini qoruyur. Bu çox müsbət bir hadisədir, tərəfsizliyini qoruması və bu Azərbaycanın regionda rolunu artırır. İstər Mərkəzi Asiya və Türkistan və Çin baxımından, istərsə də Türkiyə və Avropa Birliyi baxımından orta koridorun önəmi daha da artır. Həddən artıq artır. Və Hörmüzdə, bu tərəfdə Bab-el-Məndət boğazında da əgər kriz yaranarsa da Avropada, ondan sonra Hindistan da, Asiya-Pasifikdə gördü ki, bu su kanalları güvənli kanallar deyil. Bu hər an kriz yarada bilər. Ona görə də quru yoldakı bu orta koridordur, quru yoluna bundan sonra mən inanıram ki, önəm veriləcək və Azərbaycanın bu orta koridorda çox kilit bir rolu var və Azərbaycanın orta koridorda önəmi artacaqdır. Önəmi artdıqca da investisiya gələcəkdir. Heç şübhəsiz investisiya gələcəkdir. İndi məsələ Rusiya-İran arasında əlaqə var. Azərbaycan üzərindən göndərir humanitar yardımları İrana, Rusiya. Bu o deyən sözdür ki, Azərbaycanın coğrafi mövqeyi çox strateji mövqeyidir. Eyni zamanda İranda bir xeyli səfirliklər vardı ki, o səfirliklər
ölkələrinə qayıtmadılar. Azərbaycan və Türkiyəyə köçdülər. Hollandiya səfirliyi səhv eləmirəmsə də Bakıda yerləşir. Üstəlik də bütün mülki təyyarələr indi Azərbaycan üzərindən uçurlar qərbə, şərqə, Avropadan, Çin tərəfə, Bəli. Çindən Avropa. Çünki həm İran hava məkanı bağlıdır, həm də Rusiya hava məkanı vurulur. Onun üzərində yenə də bizim avantajımız var. Avantajdan biri də odur ki, Azərbaycan neftini də satır, varlanır, qazını da satır, varlanır. Burada heç bir risk yoxdur. Əksinə Azərbaycanın büdcəsi gün-gündən artır, gün-gündən Azərbaycan büdcəsi dolur. Amma dezavantajlar nədir? Bu müharibə onu göstərdi ki, hər bir şeyin, bütün Azərbaycanın nəyi varsa da aşağı-yuxarı neft və qaz sənayesi var da, başqa heç nə yoxdur. Təəssüf ki, Azərbaycan nə texnologiya ölkəsidir, nə kənd təsərrüfatı ölkəsidir, nə sənaye ölkəsidir. Heç birisi olmadı, ola bilmədi. Sadəcə olaraq xammal ölkəsidir və neft və qaz sektorunda müəyyən investisiyalar var. Bunun hamısı Bakıdadır. Nə varsa da Azərbaycanın bütün belə deyək də istər universitetlər olsun, istər qaz paylayıcı şəbəkəsi olsun, nefti olsun, ondan sonra siyasi mərkəz olaraq siyasi mərkəz, kulturoloji və hər şeyi Bakıdadır. Və Pezişkən hatırlayırsınızsa da Bakıya gələndə bir şey demiş ki, burada nə qədər əhali var? Merdən soruşmuşdu. Mer demiş 4 yarım deyir, Azərbaycan əhalisi buradadır ki, yəni buraya bir raket atılsa sizi məhv eləyərik anlamında bir şey idi. Ola bilər o anlamda deyildi, amma həqiqət ondan ibarət idi ki, yəni həm iqtisadi cəhətdən, həm Bəli, də demoqrafik cəhətdən bu 3 dənə, 4 dənə raket, o Fəttah raketlərindən atılsa, əlbəttə ki, Azərbaycanın neft infrastrukturu, qaz gerçəklik budur. Gerçəklik budur ki, dağıda bilərlər və bu ölkə üçün böyük bir fəlakət olar, böyük bir zərbə olar. Ona görə də bu Bakının bu həddən artıq yüklənməsi məsələsinə mənə elə gəlir ki, hökumət baxmalıdır. Paylaşılmalıdır region və Azərbaycan müxtəlif. Məsələ nə mane olur ki, həmən bu qaz və neft rafinaları bu Ceyrançöl tərəfdə və ya Samux tərəfdə yerləşdirilməsin. Təhlükəsiz yerlərə köçürülməsin. Azərbaycanın paytaxtını təhlükəli edən ən önəmli faktorlardan biri onun Xəzərin sahilində olmasıdır. Xəzərin sahilində bilirsiniz ki, 5 dövlət var, onun ikisi yırtıcı dövlətdir. O tərəfdən İran, bu tərəfdən Rusiya. Xəzərdə sualtı qayıqları da var, donanması da var və Azərbaycan paytaxtı Xəzərin sahilində olan tək dövlətdir. O Xəzərin statusu məsələsi müzakirə olunanda bunu nəzərə almadılar ki, Azərbaycan orada bir ayrıcalıq istəməli idi ki, tək deməli paytaxt Xəzər Azərbaycandır və Azərbaycan burada güvənlik üçün müəyyən qarantilər istəməli idi. Ona görə də bu infrastrukturun yenidən baxılması, ondan sonra qaz və neft rafinalarının ölkənin içərisinə paylanılması, sərhədlərin möhkəmləndirilməsi və bu dronlardan müdafiə, hərbi hava sistemi və s. bütün bunların hamısı Azərbaycan üçün müəyyən risklər törədir və bu riskin törənməsinin əsas səbəbi də müharibənin Azərbaycanın sərhəddində, həm su sərhəddində getməsidir, həm də ən böyük qonşu İrandır. Deməli, Naxçıvandan tutmuş ta deməli Xəzərə qədər, Astaraya qədər böyük bir sərhəddə malikdir. Ona görə də bu sərhəddə yerləşdiyinə görə Azərbaycan əlbəttə ki, sərhəd qoşunlarını və sərhəd havada müdafiə sistemini bir daha düşünməlidir. Təkcə dronlara hücum alətləri kimi baxmışıq. Amma əsas məsələ məlum oldu ki, bu müharibədə müdafiə məsələsidir. Və bu müdafiə məsələsi o qədər çətin məsələdir ki, texnologiyalar sürətlə gəlişdikcə o müdafiələri yarmaq üzərinə gəlişir. Hamısı dəmir qübbə İranın bizə bəlli olmayan, indiyənə qədər bizə bəlli olmayan füzeləri ki var, o füzeləri artıq o füzelərdən İsraili qoruya bilmir.
Bəziləri deyir ki, dəmir qübbənin sirrini satdılar İrana filana. Ola bilsin ki, nəysə də satıblar, əldə Yox, ediblər. dəmir qübbə o Amma ağır raketlərə hesablanmayıb. O var. Bir də ki 90 bəli, 95%-ni vurur, amma 5% gəlir düşür istər-istəməz. onlardan məsələ 5-dən biri düşsə, bu böyük bir fəlakətdir. Böyük bir fəlakətdir. İndi müdafiə hücum sistemləri qədər müdafiə sisteminin də üzərində düşünmək lazımdır. İndi İranın qəribə bir taktikası var. İranda havada müdafiə sistemi yoxdur. Amma nə qədər bombalayırlarsa da o füzelərə sanki zərər vura bilmirlər. Onun yerini tapa bilmirlər, fabrikasını tapa bilmirlər, atılan yeri deyilənə görə relslərin, dəmir relslərin üzərindədir. O səhradan, qumun altından çıxır, deməli relslər onun üzərində quraşdırılır. Atır, həmən də geri qayıdır, maskirovka olur, bilinmir nə var, nə yox. Yəni artıq bu müharibə bir sıra dövlətlər üçün nəticə. İndi məsələ dünən mən bir Türkiyə televiziyasında bir müzakirənin şahidi oldum ki, stok məsələsi. Azərbaycan, Türkiyə raket istehsal eləyir, kütləvi istehsala başladı. İndi onu müzakirə eləyirlər, stoklamalıdırmı, yoxsa stoklamalı deyilmi? Haralarda bunu saxlamalıdır, necə saxlamalıdır və s. Artıq bunlar da müzakirə eləməyə başlayıblar bu məsələni ki, raketlərdən kütləvi seriya istehsal lazımdır və stok lazımdır və bu önəmli bir faktordur. Çünki sabah bəlkə İsrailin stoku qutardı. Bu İranın qələbəsidir. İranın stoku qutardı. Bu artıq o deyən sözdür ki, İsrailin və Amerikanın qələbəsidir. Stok məsələsi, onun saxlanılması məsələsi. Bunlar da çox önəmli məsələlərdir ki, bir sürü şeylər var ki, Azərbaycan da əlbəttə ki, bunun üzərində düşünməlidir. Yəni heç kim düşünməsin, deməsin ki, bu müharibə ilə mənim işim yoxdur. Müharibənin məsələ Birləşmiş Ərəb Əmirliyi heç müharibə haqqında heç fikirləşmirdi. Kimsə də ona hücum edəcək. Və ya Küveyt, Qətər fikirləşmirdi. Qətər ümumiyyətlə Hamasın arxasında dayanan bir ölkə idi və İranla da münasibəti əla idi. Bəli. Amma görürsünüzmü, bunlar da istər-istəməz Putin özləri artıq 10 müharibənin günə içərisində yaxındır, bulundular. yəni Bir də görünmür. gördülər ki, müharibənin içərisindədir. Sabah belə bir şey Allah uzaq eləsin. Azərbaycan da gözünü açıb görər ki, müharibənin, böyük bir müharibənin, regional müharibənin və ya hər hansı bir dünya müharibəsinin içərisindədir. Risklər və avantajlar haqqında təxminən bu qədər, hörmətli Kamran bəy. Burada Xaləddin bəy, təbii ki, bizim indi vaxtımız azdır, yoxsa daha geniş bir müzakirə edirik. Burada belə bir məqam var. Yəni İran və Amerikanın Azərbaycana görə, Azərbaycan nöqteyi nəzərindən müqayisəsi çox sadə iki belə sözlə tamaşaçılarımızı çatdıra bilərik. Amerika nə istəyir? Amerika istəyir ki, Zəngəzur yolu açılsın və ona görə bizi qızıl açar verir və adını da Trump adı qoyur. Trump bir gün var, sabah yoxdur. Oranın adı sabahları Amerika yolu da ola bilər, sadəcə Turan yolu da ola bilər. Amma yolun açılmağını istəyir. İran isə deyir, ora qırmızı xəttdir. O yol açılmamalıdır. Biz burada hegemonuq. Ona görə də bugün dünyada bütün beynəlxalq hüquq yox olduğu məqamda bircə şərt var ki, sən gələcəyə addım ata bilərsən. Güclü olmalısan. Güclü olmaq da böyük olmaq deməkdir. Bura gəlib çıxır. Sadə bir məntiqdir. Böyük olmaq bütöv Azərbaycan olmaqdır. Bu qaçılmazdır. Biz buna məhkumuq. Biz 10 milyon və bu balaca ölkə gözəl, qəşəng, əla tikibdə Ərəb Əmirlikləri. Gözəl binalar tikiblər, gözəl işıqlı fəvvarilər var. Hər şey vardır. Su olmayan yerdə gördüyünüz kimi belə sudan gözəl damcılardan İsrailin həmən o metodikasını istifadə edib. Amma görürsünüz, bir dənə zərbə gəlib həmən o su təmizləyən qurğunu vurursa, o Dubay yana bilər. Susuz səhrada yana bilər o. Bizdə də bu gözəl, siz dediyiniz kimi həmən o neft, qaz emal edən məqamların raketə, 2-3 raket. Amma böyük olan ölkə, böyük, ərazisi, əhalisi böyük olan ölkə mütləq ki gücdür və dünya buna gedir. Mən əminəm ki, Avropada bir 10 ildən sonra o Liechtenstein, Lüksemburg falan qalmayacaq. Mən ona da əminəm.
Çünki dünya qaydası pozulur da. Yəni biri Fransaya, biri kimsə kimə, kim nə dilə danışır da. İndi Lüksemburq Almanca danışırsa Almaniyaya deyir. Çünki balaca ölkəyəm mən, mənim silahım da yoxdur, ordum da yoxdur. Amma mən xoşbəxt yaşayıram, bu mümkün deyil. İndi kimin silahı var, kimin ordusu varsa o yaşaya biləcək. Və mən belə düşünürəm ki, Türkiyədə də bir siyasi zümrə anlamalıdır ki, Güney Azərbaycan artıq Şah İsmailin dövləti deyil. Güney Azərbaycanda və Quzey Azərbaycan, burada Azərbaycanda Turan ideologiyası gündən-günə böyüməkdədir və biz Türkiyəni can qardaş öz dövlətimiz hesab edirik. Öz. Yəni bir millət, iki dövlət, bir millət, üç dövlət də ola bilər. Burada o zaman biz ancaq, bax Azərbaycan 50 milyonluq və 90 milyonluq Türkiyə bu regionda bizə heç kim yaxın gələ bilməz. Yox, bunu anlamayacaqlarsa. Düşünəcəklərsə, Türkiyədə məsələn, düşünəcəklərsə, ömür boyu Güney Azərbaycandan bizə ziyan gəlib, arxadan Şah Abbas gəlib, Şah İsmail gəlib, Təhmasib yapısı. Əgər o xülyalarla yaşayacaqlarsa, bu işləyir ancaq düşmənin əlinə. Düşmənin əlinə işləyir bu düşüncələr. Və mən Türkiyədə təəssüf ki, çox təəssüf ki, Xaləddin bəy, televiziyonlarda, çıxışlarda, məhz bax, indi dediyim bu nigarançılığı orada mənzərəni görürəm. Onlar onu deyirlər, əməlli başlı. Və heç vaxt demirlər ki, orada 40 milyon Türk yaşayır. Türk yaşayır, Türk, adı Türk'dür. Yəni orada İranda yaşayan insanın adı Türk'dür. Osmanlı özünə Osmanlı deyəndə, biz özümüzə Müslüman deyəndə Təbrizdə özünə Türk deyib həmişə. Və bundan sonra da mən güman edirəm ki, Türkiyədə o siyasi cərəyanlar, partiyalar Azərbaycanın güclənməyi nəticəsində. Çünki arxa baxça bizik. Çünki körpü, qızıl körpü bizik. Bütün Türk dünyasının, indi bütün Türk dünyasının yox, sən demə bütün dünyanın keçidi bizdəymiş. Cəmi bir balaca suala çox qısa cavab istəyirəm. Mən siz dediniz ki, dəniz yolları təhlükəlidir və bu məlum oldu. Gözümüzün önündə məlum oldu. Amma axı o ərəb ölkələri ora möhtac olmayıb, o Hörmüz boğazına möhtac olmayıb, boruları, qaz və neft borularını çəkib İraqın üzərindən Türkiyəyə gətirə bilərlər. Ki, oradakı da Kürdistan, Kürd yönətimi Türkiyəyə yaxın dost, məncə, Bərzani bizim Başından da görüşür, Erdoğanla da görüşür da. Onda heç ona ehtiyac qalmır. Olar mı o borular orada çəkilsin və bir dəfənlik daha o Hörmüz boğazından bizim ehtiyacımız olmasın? Həm də Körfəz ölkələrin ehtiyacı olmasın. Doğru fikirdir. Səudiyyə ilə Yordaniya arasında danışıqlar gedir. Bu bir tərəfdən də Kərkük və Ceyhan arasında o neft kəmərinin yenidən çəkilməsi gündəmdədir. Çox böyük ehtimalla Qətər, Küveyt də oraya qoşulacaqdır. Səudiyyə Ərəbistanının projesinə alternativ quru yol projesi, təhlükəsiz quru yol projesi ki, birbaşa Yordaniya və Suriya üzərindən Ceyhana gələcək. Suriyaya gəldisə də Suriya ilə Ceyhanın arası deməli Xataya keçdi, çox yaxındır. Amma dediyiniz bir məsələyə mən də münasibət bildirim. Hörmətli Kamran bəy, bu Türkiyə bugün nə istəyir? Türkiyə bugün istəyir ki, Azərbaycan savaşın içərisinə girməsin. Azərbaycan savaşın içərisinə girməsi, Türkiyənin də savaşın içərisinə girməsi deməkdir və bu İranla Türkiyənin baş-başa gəlməsi deməkdir, hansı ki, bunu istəyən qüvvələr çoxdur. Azərbaycan hansı halda savaşa girə bilər? Güney məsələsinin üzərindən. Ona görə də Türkiyədə fikir bundan ibarətdir ki, bugün Güney məsələsi İran və Türkiyə arasında savaşa gətirə bilər. Çünki savaşın içərisindədir İran və Türkiyəni də savaşa soxmaq istəyirlər Azərbaycan üzərindən. Ona görə Türkiyə və Azərbaycan bu müharibədə neytrallığını qorumalıdır. İləridə belə bir şərait yaranacaqmı? Əlbəttə ki, mənim düşüncəmə görə Güney üçün lap yaxın zamanlarda bir şərait yaranacaq. Amma bu biz bir istəyiriksə də bunu Güneydəki qardaşlarımız da iki istəməlidir. Çünki o onların işidir. O yük onların üzərində olan yükdür. Biz dəstək verəcəyikmi? Əlbəttə, hər cür dəstək verəcəyik. Dualarımızla, fiziki lazım olsa fiziki iştirakımızla Azərbaycan da Türkiyədə dəstək verəcəkdir. Amma məsələ burasındadır ki, o güc, zor, yük, ağırlıq onların üzərindədir. Təbii.
Tabii ki ilk önce onlar meydana çıkmalıdır. Ama zamanında her bir şey zamanında olanda çok güzel olur. Zamanında değilse de hatta en kıymetli söz bile zamanında ve yerinde deyilməyəndə onun heç bir qiyməti olmur. Xaləddin İbrahimli əziz dostlar, profesör tamamilə doğru söylüyor. Hər bir şey zamanında və hər bir şey zamanında gözəl olur. O zaman ki, o məqam ki, sən o zamana hazır olasan təbii ki. Biz o Bəli, zamana bəli. hazır olmalıyıq. Siyasətçinin də ağlı, strateji ağlı önəmlidir. Yəni biz bilirik ki, o rejim o İranda qalmayacaq. İstəyir Amerika onu vursun, istəyir Hörmüz açılsın, açılmasın. O rejim, yəni o minlərlə insanı küçədə öldürən filan dünyaya ancaq belə hədə qorxu ilə yaşayan və 1400 il bundan əvvəl, heç 1400 il yox, 1400 il bundan əvvəl də onlar yox idi. Özündən düşündüyü yalancı belə ideoloji bir model yaratman orada qalmayacaq. Qalmayacaqsa o Güney Azərbaycan məsələsi ortalığa çıxacaq və biz ona hazır olmalıyıq. Xaləddin bəy, təşəkkür edirəm sizə. Mən Can təşəkkür sağlığı edirəm. arzulayıram. Çox şadam yenə sizinlə ünsiyyətdə olmağa. Bütün yaxın adamlarınıza da bizdən salam söyləyin. Qarşılıqlıdır. Sağ olun. Siz də sağ olun. Əziz dostlar, qardaşlar, bacılar, biz gələcək savaşlara, gələcək böyük dəyişikliklərə hazır olmalıyıq. Heç kimi qorxutmuruq, heç kim. Özdə biz qorxan da deyilik axı. Qorxudan da keçib. Biz gözümüzün önündə indi Dubaydan Livova kimi bütün bu ərazi vurulur. Azərbaycan ortalıqda, tam ortalıqda bir ada kimi, dünən kimsə dedi, yaşıl qonağımızdan kimsə dedi ki, o uzaq yaşıl ada kimi. Belə sakit, burada nə dollar qalxır İrandakı kimi, belə, nə Rusiyada kimi başımıza bomba gəlir, nə bizim limanları vururlar, şükür Tanrıya. Amma bu savaş gedir. Biz gözümüzü yumub, bəlkə bitdi, biz yaxşı olacaq deyə bilmərik, onda bizim başımıza böyük fəlakət gələcək. Amma bu hərəkat təkcə bizə təhlükə deyil, bütün Azərbaycan türklərinə, bütün Azərbaycanlılara, o Azərbaycanlılar isə təkcə burada yaşamır ki. Onlar Zəncanda da yaşayırlar, Dərbənddə də yaşayırlar. Və bizim amalımız gələcək və qüdrətli böyük Azərbaycanı görməkdir. Ona hazır olmaq, ona addım-addım hərəkət edib nail olmaqdır. O yüzden də buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Zəncana, Ənzəliyə, Urmiyəyə, Dərbəndə sevgimiz, salamımız var. Təşəkkürlər. Tanrı sizi qorusun.